Recording başladı. Gəlin keçin dərsin suallarına baxaq birinci. Deməli. Keçən dərsimizin mövzusu if-else operatorları idi. Çətin suallar qoymadım məncə. Sadəcə bir-iki dənə düşündürücü suallar var idi. Çoxunuz yazmısınız deyəsən tapışıqlarımızını. Ona görə istəyirəm elə sizdən soruşa gedim. Birinci sual çox asandır. Onu tez özümüz aylayım, sonra birləri baxarıq bir yerdə. Deməli deyir ki, n ədədi verilib. Siz əgər ədəd müsbət ədədsə pozitiv yazmalısınız, mənfi ədədsə negativ yazmalısınız. Əgər sıfırdırsa 0 yazmalısınız. Belə bir şey. Bunu ən asan yolu belədir. Ədədi götürdük. Sonra deyirik ki, əgər ədəd sıfırdan böyüksə, onda pozitiv yazırıq. Əks halda ədəd sıfırdan kiçikdirsə negativ yazırıq. Əks halda da 0 yazırıq. Belə. Deməli, burada bu üçünün yerinə istədiyiniz kimi qoya bilərsiniz. Çünki bunlar eyni güclü şərtlərdir. Yəni, salam. Bunlar bir-birlərindən asılı deyil deyə, misal üçün, birinci n bərabər 0 yazıb 0 qoya bilərsiniz. Bunu ən axırda da qoya bilərsiniz. Yəni, bu üçünün yerlərini dəyişməyə istədiyiniz kimi edə bilərsiniz. Tamam, belə. Gəlin yoxlayaq. Pozitiv. Zero. Buna da negatif verir. Negatif. Tamam. Belə. Sual var. Onda gəlin keçək o bir suala. O bir sualda deyir ki, küçə nömrələri verilib. Elə ki, Azərbaycan versiyası var deməncə. Bura baxaq. Deyir, cüt nömrəli evlər adətən küçənin bir tərəfindədir. Tək nömrəli evlər o biri tərəfdədir. N və M nömrələri verilib. Deyir ki, bu nömrəli evlər eyni tərəfdədir, küçədə, yoxsa fərqli tərəflərdədir. Əgər gəlin sizdən soruşum, kim demək istəyir? Deyə bilərsən, Fərid. Burada mən tək tərəf və cüt tərəf təyin eləmək üçün ilk olaraq M və M adında 2 dənə dəyişən yaratmışam. Daha sonra bir dənə if şərti açmışam ki, əgər N və M faizlə 2-yə bölünəndə qalxda 0 almasa, bu zaman 1. Çünki ikisi də eyni tərəfdə olacaq, cüt tərəfdə yerləşdiyinə görə. AND funksiyasından istifadə eləmişəm. Kodu oxuma, sadəcə ideyanla bəs eləyir. Bəli, hər ikisində cüt və tək tərəfdə olduğu zaman ekranı 1 çap edirik. Əks halda, yəni digər hallarda isə 0 olur. Müəllim. Axırıncı suallar, challenge sualları deyə, onları Discordda falan soruşun, yəni dərsi mövzusuna aid deyil deyə onu izah eləmədim. Müəllim, mən biraz ayrı görələdim. Mən elə bir aynen B-ni çıxıb modulu tapdım. Onu da 2-yə qalxsız bölünürsə, deməli bir tərəfdədirlər. Eyni şeydir. Sənin ideyanında niyə işlədiyini izah eləyə bilərsən, yoxsa mən deyim? Bir dəfə də? Yəni, ideyan niyə işləyir, onu izah eləyə bilərsən, yoxsa mən izah eləyim? Yəni, 2 dənə cüt rəqəmi bir-birindən çıxsaq, cüt
bir şey çıxasıdır. Aha. Amma cüt Sağ. olmayan çıxsaq, 2-yə bölünməyəsən. Aha. Düzdür. Başqa ideyası olan var? Elə indi. Tamam. Onda gəlin iki həllə də bir dənə izləyim. Deməli, birinci həll odur ki, sadəcə yoxlayırıq ki, belə bir şey. Ədədləri götürürük. Deyir ki, ya ədədlərin ikisinin də 2-yə qalığı sıfırdır. Yəni ikisi də cütdür. Onda nə istəyir bizdən? 1. Əks halda, əgər ədədlərin ikisində 2-yə qalığı 1-dirsə, yəni ikisi də təkdirsə, onda yenə 1. Əks halda 0. Aha. Mən bir dəfəlik n faiz 2 bərabərsə n faiz 2 yazsaz siyahı 1 verir. Aha, o da olar. Burada elə bir ki, nə edirik? Yoxlayırıq ki, əgər ikisi cütdürsə, onda 1 veririk. Əgər ikisi təkdirsə, onda 1 veririk. Əks halda 0 veririk. İndi kimdədir onu? Axırıncı. Elgün dediyi kimi belə bir şey eləyə bilərik. İkisinin qalıqlarını birləşdirərək, bərabərləşdirərək, deyərik ki, əgər n-in 2-yə qalığı m-in 2-yə qalığına bərabərdirsə, yəni ikisi də təkdirsə və ikisi də cütdürsə, görürsünüz kimi n 2 olur. 1 veririk, əks halda 0 veririk. Digər bir yol belə bir şeydir. Mənim üstünə m gələndə cütdürsə, yəni 2-yə qalığı 0-dırsa, onda ikisi də tək ya da cüt. Aha, ya n çıx m, ya da m plus m yoxlaya bilərsiniz. Əgər n çıx m və m plus m 2-yə qalığı 0-dırsa, onda 1, əks halda 0. Bu niyə görə işləyir? Riyaziyyat dərsində yəqin keçmişsiniz ki, belə bir şey var. Tək üstəgəl tək cütdür. Amma tək üstəgəl cüt, misal üçün, təkdir. Cüt üstəgəl cütdə, o da cütdür. Fikir verirsiniz, bizə lazım olan hallar həmişə cüt alınır. Budur, sonra budur. Ona görə biz sadəcə yoxlaya bilərik ki, n plus m cütdür yoxsa yox. Sadəcə bunu yoxlamamız bəs eləyir. Və ya bunun çıxmasını da yoxlaya bilərsiniz. İndi bir-bir yazmayacağım. Çıxmada da hamısının eyni şey alınır. Cüt çıx cüt verir. Tək çıx tək cüt verir. Tək çıx cütdə tək verir. Ya n çıx m, ya m plus m-i ikisini də yoxlaya bilərsiniz. Belə bir şey var ki, n çıx m-də bəs deyə bilərsiniz ki, mənfi alınsa nə olacaq? Mənfi alınsa da yenə də mənfi 2 kimi bir şey alınacaq. Mənfi 2 kimi bir şey alınanda da onun mənfi 2-nin 2-yə qalığı yenə də 0 olur. C++-da. Yəni ki, mənfi 2 faiz 2 bərabər 0 olur deyə yenə də işləyir. Sual var. Siz linki mən bioya qoymamışam. Qoşula bilməyən var, bir dəqiqə.
Kimsə linki ata bilər təzədən qrupa. Mən görənmirəm linki. Müəllim, burada adminlərdən başqa heç kim ata bilməz. Necə? Burada qrupda elə ediblər ki, adminlərdən başqa heç kim ata bilməz. Mesaj yerini bağlayıblar. Mən istəyirsiniz indi sizin nömrənizi göndərim. Deyəsən tapdı uşaq. Bir dəqiqə. Mən sizin öz nömrənizi göndərdim. Aha, çox sağ ol. Davam eləyək. C sualına baxaq. Bu qarpız sualdır. Buna baxmışdıq dərsdə. Məncə yenidən baxmaya ehtiyac yoxdur. Kiminsə sualı yoxdursa. Sual var kimdəsə? Siz Codeforce-a girə bilməmisiniz deyə yazmamısınız, yoxsa nəsə problem olub? Yo, müəllim, o girə bilməmişdim ona görə. Tamam. Girə bilməyib yazamam. Codeforce-a girmək də məncə eyni olmalı. Bir dənə baxım. Bircə dəqiqə. Recordingi dayandırma olmur. Burada da yenə də şeydir də. Codeforce-a girirsiniz eyni yolla. Götürürsünüz sadəcə linki. Mən bunun videosunu atacağım. İndi istəmirəm öz şeyimi görsəniz. Ona görə yenə də buralarda olur da. Onu WhatsApp-a da ata bilərsiniz. Nəyi? Videonu çəkəndə? Tamam, ataram. Sağ ol. Heç belə. Onda əgər sualınız yoxdursa bunu keçim. Mən sizə videosunu ataram. Eyni yolla eləyərsiniz. Bir dəqiqə, rekordunu işləyim. Aha. Deməli, gəlin D sonuna baxaq. D sonuna deyir ki, düzbucaqlı lövhəmiz var. MV-nin ölçülü. Deməli, 2/1 ölçülü dominolar qoya bilirsiniz. Deyir ki, neçə dənə 2/1 ölçülü domino qoya bilərsiniz ki, tam olaraq yerləşsin. Kim demək istəyir? Bir də dominoları fırlada bilirsiniz. Yəni, misal üçün, birini beləsinə qoya bilərsiniz. Birini də beləsinə və s. qoya bilərsiniz. Tam deyə bilərsən. Müəllim, burada bizə damla məsələsində bizə ölçülər verilir. Məsələn, üçüncə bizə bir kvadrat və bizdə 2/1-ə yerləşdirməliyik. Mən bu məsələdə biz birinci kvadratın sahəsini tapmalıyıq. Məsələn, 3-ün çevrəsində, yəni biz tapa bilərik ki, 9 dənə orada kubik var. Yəni orada 9 dənə yer var. O 9 dənə yerin 2/1-ə biz ədədlər yerləşdirməliyik. 2/1-ə vurduqda bizdə 2 elə alınır deyil, ancaq 2-ni istifadə edirik. 2/1 və 3-ü, məsələn, bizdə x və y-i m və n-i bir-birinə vurub, sonra 2-yə bölməliyik. Sən kodu dedin sadəcə, ideyanı deyə bilərsən. Bəli, ideya bizdən olardan ibarət. Bizdə n və n, bizim i-miz və l-miz, i-nin və j-mizdir, yəni şaqil və üfüqi tərəfimiz. Yəni, bir tərəfi 2, digər tərəfi 4-dürsə, bunu bildirir ki, məsələn, 2 yazılan tərəfdə 2 kubik var, digər tərəfdə 4 kubik var.
Yəni Aha. 2-nin 4-ə kubik biz kvadrat düzbucaqlı qursaq, onun içərisində bizdə 8 dənə kubik alınacaq. Yəni sahəsini tapmalıyıq. Sahəsini tapmaq üçün də bizdə riyaziyyatda belə düstur var ki, n ölçünü uzunluğu n-ə vurmalıyıq və sahəni tapmalıyıq. Sahəni tapdıq. Yəni burada uzunluğu n-ə vurduq. Mənim olur 8. 8-i müəllim bizdə bir 8 başa düşür ki, artıq 8 dənə kubik var bizdə. Və 8 dənə kubik və 8 dənə kubik içərisində biz 2-nin 1 kubik olan bir boks yerləşdirməliyik. 2-ni də 1-ə vur, o 2-nin 1 olan boksun ölçüsünü tapmaq üçün, sahəsini tapmaq üçün 2-ni 1-ə vurduq. 2-ni 1-ə vurduqda isə 3 yerə 2 alınır deyə, elə 8 dənə kubiki 2 dənə olan boksa bölürük, cavab verir. Aha, tamam. Gəl bir daha mən də izah edeyim. Deməli, qısacası demək istəyir ki, deyək bizim içinə domino qoyacağımız kutu belə bir şey olsun. Bir dənə bunun arxa planı dəyişim. Deyəsəm bu idi. Ha. Tamam, deyək ki, biz 4-ün 3-ə bir dənə kutumuz var, domino kutumuz. İçinə 2/1 ölçülü dominolar qoyuruq. Deməli, kağızda həmişə çəkib baxsaz, görə bilərsiniz ki, biz dominoları birinci misal üçün hamısını belə qoyarıq. Bu tərəf dominoların bir uzunluqdadır deyə. Enləri olur da deyəsən, aşağı hissələri. Bunlar bir uzunluqdadır deyə. Elə biz həmişə dominoları bu tərəfə yerləşdirə bilərik. Həmişə aşağıda bir dənəli boşluq qala bilər. O bir dənəli boşluğa da dominoları bu üzrə yerləşdirərik. Beləliklə hamısını yerləşdirmiş olarıq. İdeya belədir ki, biz o vaxta qədər dominoları bu tərəfə belə qoyuruq ki, aşağıda artıq qoya bilməyək. Artıq qoya bilməyəndə deməli dominoları bir neçəsində belə qoya bilərik. Bu formada da əyri qoyub onlarda doldura bilərik. Bizdə boş nə vaxt qalacaq? Misal üçün 3-ün 3-əyə baxaq. Bu dominonu qoyduq, bu dominonu qoyduq, bunu qoyduq. Sonra aşağıdan da bir dənə domino bura qoyuruq. Bu hissə boş qalır. Çünki bu hissəyə nə uzunlamasına, nə də eninə bir domino qoya bilmirik. Ona görə bu hissə 1-in 1-i olaraq boş qalır. Həmişə boş qalan hissə 1-in 1-i olacaq. Ya da ki, heç yer boş qalmayacaq. Çünki əgər 1-in 1-dən böyük bir hissə boşdursa, onda orada domino qoya bilərik də. Sual var. Məncə biraz intuitivdir. Sadəcə yerinə kağızda misal üçün nümunə qoyub işləməkdir. O biri nümunəyə də baxaq. O biri nümunə maraqsızdır. Sadəcə belədir. Burada elə belə qoyursunuz. 4 dənə domino olur. Belə. Kodu da belə bir şey olacaq. Deməli, 2 cür kodunu göstərəcəm. Birinci kodu deyəsən Kamran dedi də, hə? Kamran dediyi kimi belə bir şeydir. Sayəsini tapıb 2-yə bölürük. Bu neyini? Bu düzbucaqlımızın sahəsi olur. Bu da bir dənə dominonun sahəsi olur. 2/1. Elə ki, düzbucaqlının sahəsini dominonun sahəsinə bölür ki, bu dominodan içinə neçə dənə qoya bilərəm? Sadəcə bunu eləyir. If ilə olan yol belə bir şeydir. Əslində bayaqki elə onu eləyir. Sadəcə biz if işlətməliyik deyə belə bir həll yaza bilərik. Əgər n vurm 2-yə qalığı 0-dırsa,
onda tam olaraq içinə dominoları yerləşdirə bilərəm. Ona görə n1 m bölü 2 yazıram. Əks halda siyahut edirəm n1 m çıx 1 bölü 2. Bu çıx 1 nə olur? Buradakı nöqtə olur. Deyirəm ki, buranın heç nə qoya bilmirəm deyə buranın sahədən çıxım, həmişə bura boş qalacaq. Qalan yerləri qoyulan dominonun sayını tap. Bu bölü 2 onsuz kəsr hissəni silir deyə buna ehtiyac yoxdur. Amma if-i yazmaq üçün sadəcə belə bir əl yaza bilərsiniz. If-i işlətmək üçün. Burada niyə çıx 1 yazdığımızı başa düşdünüz? Burada boş qalır deyədir. Başqa nəsə sualınız var? Xeyr. Tamam. Mən təxminən fikirləşirəm ki, bu suallar asandır, çünki ondan sonrakıları yazmısınız çoxunuz. Ona görə yəni üstündə çox dayanmıram. Amma əgər sualınız varsa soruşun. Gəlin yer sonu baxaq. Yəni asan deyil. Mən asandır, başa düşmədim yoxdur. Hə, tamam. Y sonundan F, G. Y sonundan C sonuna qədər sadəcə şərtdə verilən funksiyanı yazmaqdır. Sadəcə səhv eləməməlisiniz. Yəni burada məntiqi bir şey yoxdur. Əgər x 5-dən kiçikdirsə, onda bunu hesablamaq lazımdır. Əgər x 5-dən böyüksə, onda bunu hesablamaq lazımdır. X plus 7-nə. Sadəcə koda açıb baxacam, yəni o qədər də belə şey, ideyası yoxdur son. Bir dənə ideyası olar ki, inti keçir. Bir dəqiqə. Y-yə baxırdıq bizə. Sadəcə n kvadrat çıx 3n plus 4. Əks halda n plus 7. Belə bir şey. Bir dəqiqə. Bu sualla long-longu keçirmə. Bu sualla long-longu keçdi sizdə. Məncə də keçməməlidir. Çünki burada maksimum x kvadratı var deyə, o da 10 üstü 6 eləyir də, elə ki, 10 üstü 3 yerinə qoyanda. Ona görə 10 üstü 9-u keçmir. Rahat işlətmək olur intdə. Gəlin f-ə baxaq. F-də artıq x kub var. Ona görə long yazmalısınız. Bir dəqiqə. Burada 100-dür. Burada da əslində elə 10 üstü 6 eləyir də. Ehtiyac varmı? Məncə yoxdur. Yoxdur. C sonuna baxaq. C sonunda ehtiyac var. Çünki 10 üstü 3-dür. 10 üstü 3-ü də kuba yüksəldi. Belli 10 üstü 9. Hələ bura 10 üstü 9-dan yuxarı bir şey eləyir. 3 vurulsun 10 üstü 9 eləyir də deyə. Üstünə buralarda gəlir. Tam olaraq inti keçir də. Ona görə burada long işlətməlisiniz. Bir dəqiqə. Inti yerləşir. Int long yazmışam. Define dəhşət işlətməyin hələ ki, qarışdırasınız. Long yerləşir. Buralar boşdur məncə. Tam. Belə. Gəlin H sualına baxaq. Bu qəşəng sualdır. Deyir ki, fil öz dostunu ziyarətə getmək istəyir. Dəqiqə, bunun azərbaycanlısı var. Fil öz dostunu ziyarətə getmək istəyir. Fil koordinat şəbəkəsində deyək ədəd oxunda. Ədəd oxunda 0 nöqtəsindədir. Dostunun evi isə x nöqtəsindədir. Fil 1, 2, 3, 4, 5 addım irəliləyə bilir. Onun dostunun evinə çatmaq üçün minimum addım atmaq sayını tapın. Kim demək istəyir?
Aha, deyə bilərsən. Burada səsin gəlir. Aha. Deyək, burada belə eləmək lazımdır. Deyək, например, məsələn, deyək, 17-yə qədər getmək istəyirik də. Aha. Deyək, hər dəfə 5-5 qalxırıq. Sonra nə idi? Onu deyək, bir hotda qaldırırıq. Orada isə nə idi? Deyək, 1-dən 4-ə qədər deyək, birisini seçirik də. Aha. Elə bu. Ondan sonra deyək, dostunuza çatırıq. Onda 5-5 getdik. Axırda isə nə idi? aha, qalığını bir dənə də gedirsən. Deməli, Zeydin ideyası belədir ki, deyir ki, mən misal üçün 17 nöqtəsinə çatmaq istəyirəmsə, indi tam dəqiq seçmədim. Deyək ki, 17 nöqtəsinə çatmaq istəyiriksə, onda biz 5-5 gedək. Misal üçün deyək, bura 5, 10, belə dəqiq olsun. 5, 10, 15 olsun. Deyək ki, biz 5-5 hoppana gedək. Ən sonunda 5-dən aşağı bir şey qalanda, onun bir dənə hoppanaq üstü. Misal üçün 5-dən aşağı 1, 2, 3, 4 qalacaq. Deyir, onun da bir dənə hoppanaq üstü. Aha, düzdür. Deməli, bunu həm if-nə yazmaq olar, həm də bir dənə trik var, onu da göstərəcəm asan yol olaraq, onu da işlədə bilərsiniz. Deməli, ədədi götürürük, n deyək, x deyək. Deyirik ki, əgər 0-dan x-ə məsafə ilə x çıx 0 kimi yazırıq, da mən x yazdım. Əgər x-in 5-ə qalığı 0-a bərabərdirsə, onda elə x böl 5 yaza bilərik. Çünki 5-5 hoppana gələcək. Misal 15 olsa 0, 5, 10, 15 kimi gələcək. 15 böl 5, 3 dəfə hoppanarıq. Əks halda siyahut x böl 5 plus 1. Bu neyini? Deyək ki, 15-ə qədər gəlib çatdı. Çünki 17-ni 5-ə böləndə 3 verir. 3 dəfə də hoppananda gəlib 15 çatır. 15 çatandan sonra da bir dəfə 17-yə hoppanmalıdır. Ona görə plus 1 yazırıq. Birinci yol budur. Sual var bu yolun haqqı. Aha, belə. Sual var burada. Onda gəlin o biri həlli göstərim. O biri həll belə bir şeydir. Demək, bu həll nə edir? Bu həll deyir ki, bu x-in misal üçün 5-ə qalığı var deyək. 2 hala baxaq. X-in 5-ə qalığı 0-dır. Onda elə x plus 4 böl 5 x böl 5-ə bərabərdir, düzdür? Çünki plus 4 olsa da bu 4, yəni cavabı bir dənə artırmır da. 4 qalıq olaraq qalır orada. Biz də kəsir hissəni hesablamırıq deyə int-də. Ona görə bizə x böl 5 kimi gəlir. Bu hissəni başa düşdünüz? Səsim gəlir? Bəli. Aha. Onda keçək o birinə. Deyək ki, x-in 5-ə qalığı 0-a bərabər deyil. Onda x plus 4 böl 5 x böl 5 plus 1-ə bərabər olur. Çünki bunun yerində ola biləcək qalıqlar 1, 2, 3, 4-də. Bu qalıqların üstünə 4 gələndə bu olur 5, 6, 7, 8. Bunları da 5-ə böləndə hamısından 1 gəlir, düzdür? Yəni bu
gəlir belə bir şey olur. Bu x bölü 5 qırağa gəlir. Bunun içində qalan qalıq ilə 5 olan qalıqla. Bu 4 birləşir. Təzə bir dənə də 1 əmələ gəlir. Misal üçün x 5-ə qalığı 1 olanda, 6 olanda 6 plus 4 böl 5 bizə verir 2. Bu 4 gedir 6'nın içindəki 5-ə qalığı götürür, 1'i götürür, özünlə toplayır, təzə bir dənə vahid əmələ gətirir 5'ə bölünəndə. Bu 2'nin 1'in üstünə gəlir burada 2 olur. 1 hardandır? Bunun içində elə ki 5 var, 1 var da bir də. 5 böl 5 1 verir bizə onsuz. Bu 1 də 4 ilə birləşir, təzə bir dənə vahid əmələ gəlir, o da 2 eləyir. Burada deməli ümumi bir qayda var ki, əgər deyək ki, bir dənə x ədədinin y ədədinə böləndə istəyirik ki, əgər qalıq varsa daha çox versin. Misal üçün, daha çox deyəndə plus 1 versin. Misal üçün, 17 verəndə 5'ə böləndə bizə 3 yox 4 versin də. Qalıq hissə olanda bir dənə çox versin. Onda ümumi düstur belədir ki, x plus y çıx 1 böl y. Y çıx 1 yazmamızın səbəbi odur ki, biz istəmirik ki, bu y çıx 1 x-də olmayan bir şeyi qiyməti əlavə eləsin. Misal üçün, əgər 17 plus 4 yox, 17 plus 5 yazsaydıq, bu artıq burada olan 5'də hesablayacaq. Burada olan 5 də gələcək üstünə əlavə qıraqdan. Amma biz istəmirik ki, bu özü qiyməti nəsə əlavə eləsin. Biz sadəcə istəyirik ki, bunun kəsir hissəsi varsa, o kəsir hissəndə 5'i tamamlasın. 5'i tamamlamaq üçün y çıx 1 əlavə edirik. Və deyirik ki, bunun içində nəsə bir qiymət varsa, bu gəlib onsuz bunu 5'i tamamlayacaq və təzə kəsir o vaxt alınacaq. Təzə bir vahid o vaxt alınacaq. Biraz çətin izah elədim. Gərək yerinə sadəcə nümunə qoyub tapasınız. Ona görə dəhşət izah eləyə bilmirəm. Biraz intuitiv olaraq görməlisiniz. Yəni nəsə qalıq varsa, bu y çıx 1 ilə birləşəcək, təzə bir y yaradılacaq orada. Çünki qalıq olsa ən azı bir dənə olur da. Ona görə bu y çıx 1'in üstünə nəsə gələcək. X-in y-ə qalığı gələcək. Misal üçün 1 gələcək, bu y verəcək. 2 gələcək, y plus 1 verəcək. Və s. və s. Qalıq da maksimum y çıx 1 ola bilər qalıq. Çünki x-in y-ə qalığı maksimum y çıx 1'dir. Y çıx 1'in də üstünə y çıx 1 gələndə maksimum 2y çıx 2 olur. Buradan bir şey alınmır. Yəni buradan bir şey çıxmır. Amma yəni maksimum qiyməti bu olur. Qırağını ala biləcək. Belə. Bu baxmayın heç. Yəni burada olan qiymətlər y-in içində özünə əlavə bir şey çıxartmır. Üstünə çox dayanmaq istəmirəm. Bunu yerinə sadəcə nümunə qoymalısınız. Ona görə keçirəm. Twins məsələsi. Bunu deyəsən challenge kimi qoymuşdum. Bilməm, bir dənə baxım. Bir dəqiqə. Mən də o məsələni eləyirəm. Bu challenge məsələsi məncə, ona görə burada baxmayacaq. Amma əgər ideyanı tapıb ağzınızda nəsə qalıbsa və ya sadəcə öyrənmək istəyirsə həlli Discordda soruşarsınız, izah eləyərəm. Amma bu dərsin mövzusu deyil, çünki massivlər və s. var. Ona görə bu dərs baxmayacaq. Gəlin for dövrünə keçək. Keçən dərsdən əvvəl Discordda danışdıq ki, gəlin for dövrü ilə iç-içə dövrlər dərsini birləşdirək. Çünki mövzuları oxşardır. Bu dərs 2 dərs keçəcək.
Daha vaxta baxım. Aha, bu dərs 2 dərs keçsək, gəlində sizə bütün sualları bir yerdə baxacağıq. Deməli, while dövründən başlayaq. While dövrü içindəki bu şərt nə qədər ki true qaytarır, yəni düz olur bu içindəki şərt, o qədər icra olur. Misal üçün 1 ilə başlayır. I 5-dən kiçik bərabərdir, ona görə girir bu forun içinə. While dövrünün içinə i-ni çap eləyir, i-ni artırır, sonra təzədən qayıdır baxır. Deyir ki 2 kiçik bərabər 5, aha düzdür. Təzədən i-ni çap eləyir, artırır və s. Belə. Aha, deməli Müəllim şərt, baxışan söz kəsirəm, şərt səhv olana qədər gedir, düzdür? aha. İçindəki nə qədər düzdürsə o qədər gedir. Time limit ala bilərsiniz while işlədəndə, əgər i++-dan əlavə misal üçün fərqli bir şey eləyə bilərsiniz. Deyək ki, misal üçün x ədədi götürmüsünüz. Siz dövrlə yazmaq istəyirsiniz ki, x-in içində sizə 2 var da. Bunu onsuz x bölü 2 ilə də yaza bilərsiniz. Misal üçün 5-in içində 2-dən 2 var. Yerləşir də, yəni 2-dən 2. Qalıq da 1-dən qalır. Amma bunu dövrlə də yaza bilərsiniz. Say bərabər 0 deyək. Nə qədər ki x 2-dən böyüdür, say plus x minus bərabərdir 2. Yəni 1-dən 2-ni çıxardıram, onu saya əlavə edirəm, sonra təzədən baxıram. Bunu böyük bərabər eləyək. Çünki 2-nin özünə bərabər olanda da 2 vardı, yəni içində. Ona görə bir dənə də çıxa bilər. Deməli belə. Burada siz gəlib bu şərti unutsaz, komment eləməyin, belə. Bu dövr sonsuza qədər gedəcək də. Çünki əgər x-in yerinə 3 qoysaz, sonsuza qədər 3 2-dən böyük bərabər olacaq deyə sayı artır gedəcək, axırda donacaq. Yoxlayaq. Gördüyünüz kimi dondu. İndi mənim kompüterimin donmasın deyə dayandırıram. Amma yəni sonsuza qədər gedir. Belə. For dövrünə keçək. For dövrü while dövründən fərqli olaraq içində 3 dənə şey var. Bu isə sizə dövrün içində istifadə edə biləcəyiniz ədədləri yazmaq üçündür. Məsələn, burada int bərabər 1 yazmışam, nə edirəm? Bir dənə i dəyişən götürürəm ki, mən bu dövrün içində bu i dəyişənini işlədəcəm. Amma dövrün çölünə çıxanda artıq bu i dəyişəni silinsin. Yəni bu sadəcə bu mötərizələrin içində işləyir. Bu mötərizənin çölünə çıxdın, bu i dəyişəni silinir artıq yaddaşdan. Kod bilmir ki, i nədir. i kiçik bərabər 5 while dövrünün içindəki hissədir. Sadəcə bu şərt doğru olana qədər davam edir. i++ isə hər dövrün axırında icra olunur. Bayaq gördünüz, getdik bunu axırda yazdıq. Amma for dövrü ilə yazanda bunu gəlib burada yaza bilərsiniz. i++ kimi. Burada əgər bir neçə dənə şərt vermək istəyirsə, məsələn i++, j minus minus, nə bilim, a plus bərabərdir 2 və s. Bunları vergüllə yaza bilərsiniz. Gəlin bu kodu for-la yazaq. For int. Amma burada bilmirik nə qədər gedəcək. Ona görə maraqlı bir şey eləyəcəyik. Bizə əgər i lazım deyilsə, bizə sadəcə belə yaza bilərik. Gördünüz, buranı boş qoydum, çünki buraya heç nə yazmama ehtiyac yoxdur. Sadəcə burada say plus yazacağım. Sonra da x bərabərdir 2 olacaq, yenə yoxlayacaq bunu. Amma belə bir şey var ki, mən gəlib bunu burada yaza bilərəm. Vergüllə, maraqlı bir şey. Amma belə yazanda həmişə, əgər içində heç nə yoxdursa da, bu dövrün mötərizələrini qoymalısınızsa, yəni bu dövrün mötərizələrini qoymasanız,
Bu gecə aşağıda misal üçün siyahı yazmışsa, misal üçün say. Bu gecə bu dövrün içində bunu götürəcək. Elə biləcək siz belə bir şey deyirsiniz. Ona görə əgər içi boş olan bir dövr yazırsa, həmişə mötərizələrin qabağında belə qoyun. Deməli, biz birinci hissəni yazmadıq. Çünki i ehtiyacımız yoxdur hər hansısa bir i-yə. Ona görə boş qoya bilərik. Şərtimizi yazırıq ki, nə qədər ki x 2-dən böyük bərabərdir. Sonra deyirik ki, hər dövrün axırında neynəsin? X-dən 2 çıxsın, sayı artırsın. Bunları aralarına vergül qoyaraq yazmalısınız. Və bunları elə götürüb buranı boş qoyub, burada da belə yaza bilərsiniz. Belə. Bu da eyni şeydir. Gəlin yoxlayaq. 3 verdik, 1 verir. 15 verdik, 7 verir. Belə. Harada sual var, çətin gələn hissə və s. Bir dənə də üstündən gedim. Deməli, bu hissə birinci nöqtə vergülə qədərki hissə. Bizə dövrün içində misal üçün dəyişən təzə qoymaq istəyiriksə, onları yazmağımız üçündür. Yəni, bu dəyişən dövrün çölündə yenə işləmir. Sadəcə dövrün içində işləyir. Bu, dövrün nə vaxta qədər gedəcəyini göstərir, şərtdir. Birinci nöqtə vergüldən ikinci nöqtə vergülə qədər. Sonuncu hissədə hər dövrün axırında nə etməlidir odur. Bu hissəni həmişə fikirləşə biləcəyiniz kimi, bu hissəni həmişə aşağıda gəlib yaza bilərik. Misal üçün bunu götürüm. Bu dövrlə. Bu dövr tamamilə eyni şeydir. Bu iki dövr. Çünki deyək kod bura qədərdir, misal üçün. Bura qədər ondan sonra gəlib bu hissəni elə işlədir də. Bu hissəni elə bu axırına qoya bilərik. Nəsə başa düşmədiyiniz bir hissə falan varsa, əl qaldırın falan soruşun. Mən sizdən gedirəm, çünki sizdən səs gəlmir niyəsə. Keçək soruya. Aha. Müəllim, orada gərək plus yazmalıyıq həmişə. Burada. Bəli. Bunu burada da yaza bilərsən, burada da yaza bilərsən. Eyni şeydir. Bundan bu eyni şeydir. Hansını sən yaza bilərsən. Amma əgər belə yazırsansa, niyə for işlədirsən, ondan sonra while işlət də. Biraz elə bir şey var. Bax da. Mən şəxsən belə yazıram. Amma yəni bunu da elə belə göstərdim ki, belə bir şey var. Bunu eləyə bilərsiniz. Aha, burada fərqli çox istifadə olunan formalar yazmışam. Sıfırdan n-ə qədər n daxil deyil. Sadəcə gəzirik. 0, 1, 2, 3 və s. n çıx 1-ə qədər. N çıx 1 axırıncıdır. N-dən 1-ə qayıdır. N çıx 1, n çıx 2, nə bilim, qayıdır arxaya 3, 2, 1 belə. Sonra 2, 2 gedir və s. Sonra cəmin ədəddir. Misal üçün n dənə ədəd verirsə, n dənə ədədin cəmi belə yazılır. Aha, cəm dəyişən sıfırdan başlamayı unutmayın. Bu nə deməkdir? Siz gəl burada int cəm yazsanız ancaq. Burada compiler biz birinci dərsdə danışmışdıq tərcüməsi. Orada səhv edir. Deyir ki, bu kodu yazan mənə demədi cəmin necə başladım. Ona görə götürür, içinə rastgele bir ədəd qoyur. Misal üçün 1.200.841 misal atdım. Belə bir şey ədəd qoyur. Deyir ki, o mənə demədi, ona görə yerinə rastgele bir ədəd qoydum, getdi. Siz ona görə həmişə cəmə və başqa bir dəyişən götürəndə 0 verməlisiniz. Əgər
onun beynimizdə tutmuşsa sıfırdan başlamalı. Çünki kod sizə garantiya vermir ki, onu sıfırdan başlayacaq. Burada misal üçün n-ə ehtiyac yoxdur. Çünki biz gedib belə n-i girişdən götürürük. Ona görə n-ə qiymət verməyə ehtiyac yoxdur. Amma burada biz sıfırdan başlatmalıyıq deyəcəm. Ona görə bunu unutmamalıyıq. Belə. Nə edir burada? 1-dən başlayır n-ə qədər. N daxil olmaqla. Çünki burada kiçik bərabər yazmışıq. i++. Hər dövrün axırında i-ni bir dənə artırırıq. Ədəd götürürük. Daxil edirik ədədi. Sonra sadəcə cəmə toplayırıq və s. Bu qədər. Bu sadəcə girişdə n ədəd veriləndə deyir ki, neçə dənəsi cütdə onu tapmaq üçündür. Görürsünüz, n ədədi iki cür cəzmi forması var. 1-dən n-ə, bir də 0-dan n çıx 1-ə. İstədiyiniz kimi eləyə bilərsiniz. Fərq yoxdur. Burada ədəd götürürük. Deyir ki, əgər cütdürsə sayı artır. Bu qədər ədəd cütdür. Minimum maksimum məsələsi. Deməli, deyəsiniz ki, bu nədir? Yəqin ki, başqa kodlarda görmüşsünüz ki, məsələn, maksimum götürəndə çox mənfi bir ədəd götürür. Niyə elə götürür? Deməli, belə bir şey var ki, siz gəlib maksimumu sıfırdan başlatsaz, deyək. Aha, maksimumu gəlib sıfırdan başlatsaz, mx deyək sıfırdır. Sizin ədədləriniz belə bir şey olsa, -2, -1, -4 misal üçün və s. Burada gəlib maksi sıfırdan başlananda, bunların hamısını belə yazasınız. mx bərabərdir, maksimum mx -2, nə bilim bundan elə eynisi o birlərdə olacaq və s. hamısını yazmaq. Belə bir şey olur. Burada hamısını maksimum eləyə gedirik, amma bizim ədədimiz əvvəlcədən 0 olur. 0 da bunların hamısından böyükdür də. Ona görə axırda gəlib mx-imiz 0 olaraq qalacaq. Amma bizə -1 olmalı lazımdır. Çünki biz sadəcə buradakı ədədlərin maksimumunu istəyirik. Ona görə onda onlardan birini veririk də maksimum qiyməti kimi. Birinci üsul odur ki, birinci ədəddən elə maksimum verərik. Çünki birinci ədədə maksimum verəndə, əgər o elə maksimumdursa, hansında maksimum olaraq qalacaq. İkinci yol isə çox adamın yazdığı yol olaraq yerinə -10^9 və s. qoymaqdır ki, biz bilirik ki, bundan daha kiçik bir ədəd bizə burada gəlməyəcək qarşımıza. Ona görə, yəni, onsuz elə mx bərabər max birinci ədədi yazan kimi, mx çevriləcək elə birinci ədəd olacaq. Yəni, bu özü kimi qalmır, heç vaxt. Elə birinci dəfə max istəyəndə çevrilir, həmin ədəd olur. Çünki biz bilirik ki, bu massivdəki bütün ədədlər bundan böyükdür. Təxmin başa düşürsünüz nə demək istəyirəm? Yəni, birinci çox balaca bir ədəddən başlayırıq ki, bilirik ki, bundan daha balaca bir ədəd qabağımıza gəlməyəcək. Ona görə birinci ədəd elə max istəyəndə elə çevrilir, mx birinci ədəd olur. Bunun minimum versiyası da təxmin eləyə biləcəyiniz kimi çox böyük bir ədəddən başlayırıq. Burada da elə inşa yazaq. Gələcək m-in bərabərdir minimum m-in -2 yazacaq. Bu ədəd özünü qiymətini itirəcək, olacaq elə -2. Sonra o birlərə gedə-gedə gedib öz minimumu tapacaq. Hər dəfə əvvəlki ədədlərlə indiki ədədin minimumunu tapırıq. Elə bir şey. Misal üçün, biz deyək ki, belə bir şey eləmişik. M-in -1 yazmışıq. İndi gəlir -4'ü yoxlayırıq da. Minimum, bu da olur m-in -4. Amma belə bir şey olur. Yəni, məntiq olaraq belə bir şey olur. Biz bu ədədlərin minimumu tapmışıq. Gəlir bu ədədlərin minimumu ilə
bunun minimumu tapırıq. Ondan olur? Biz bütün ədədlərin minimumu tapırıq. Deləpçə. Bunu başa düşdünüz? Birinci əlimizdə bunların minimumu var idi. Sonra götürdüm bunların minimumu ilə bunun minimumu tapdım. O da bizə bütün hamısının minimumu verdi. Bu ideya sizə məntiqli gəlir. Bəli. Tamamda keçirəm. Belə bir şey. Bu daha çox yəni kodda işlədəndə işlədə biləcəyiniz bir şey. Yəni dəhşət danışılacaq bir şey deyil. Əgər misal üçün 7 axtarırsınızsa belə bir şey eləyə bilərsiniz. Qıraqda bir dənə OK dəyişəni tapıldı və s. bir şey yazın. False 0 verin, yəni. Belə bir şey. Bunu mən təzədən düzəldəcəm kodda. Belə bir şeydir. Asan dilinə yazsaq belə bir şey. Bərabər 0 int n sin n ədədlərin sayı. Deyirəm ki, n-də ədədi baxıram. Əgər 7 tapdımsa, OK 1 verim. Bu formada yazanda nədir? Əgər OK indi boolean'da, bool tipi. Əgər OK-in qiyməti 1-dirsə, belə bir şeydirsə, bu if işdir də. Bunu yazmadan da elə belə yazsaz, bu avtomatik olaraq tərcüməçi, yəni compiler, bu if OK şərtini buna çevirir. If OK bərabərdir 1 kimi oxuyur. Yəni istədiyiniz kimi yaza bilərsiniz. Belə. Əgər mən 7 tapmışamsa 1 verirəm. Sonra deyirəm ki 7 varsa 7 var yazıram, əslində yoxdur yazıram. Belə. Yoxlayaq. Deməli 5 verirəm. 1, 2, 7, 5, 4. Görürüz arada 7 var. Görək nə verir? 7 var. Gedir bir-bir oxuyur ədədləri. Bura görsənir aşağı hissə. Aha. Gedir ədədlər bir-bir oxuyur. Deyir 1. 1 7-dir, yox. Bunda keçir. 2 7-dir, yox. 7 7-yə bərabərdir. OK bərabər 1 eləyir. Bunların heç önəmi yoxdur, çünki OK-yi artıq 1 eləmişik. Heç axırda gəlir, baxır if else şərtinə. Belə. Hələ ki asan gedir. Aha. Müəllim, Aha. challenge məsələsini həll etdim. Necə? Alındı challenge məsələni həll etmək. Hə, lap yaxşı. Demişdim ona görə. Aha. Gəldi break və continue-ya. Mən onsuz challenge məsələlərini ona görə qoyuram ki, aranızda if else-i yaxşı bilənlər var da, misal üçün, yəni hamı sıfırdan başlamıyor. Onlar da məsələ fikirləşsin deyə ona görə qoydum ki, nəyinsə üstündə fikirləşsinlər. Belə. Gəlin break və continue-ya baxaq. Break kodu yox, dövrü dayandırır. Sadəcə deyəcək, burada bunu dediyim. Continue isə dövrün qalanını elə ki skipləyir də, yəni dövrün qalanını deyir ki, ora baxmıram, sadəcə təzədən başlayıram dövrə. Gəlin nümunələrə baxaq. Misal üçün, birinci mənfi olanı tapıb çapa verən kod budur. Əslində bu yazılış bəzi mənfi tərəfləri var, indi deyəcəm. Deməli, neyini? Ədədləri bir-bir oxuyur. Ədədi oxudu, sonra şeydir. Yoxdur ki, ədəd mənfidir. Əgər ədəd mənfidirsə, ədədi çapa verir, sonra break eləyir, dövrü dayandırır. Bu birinə baxaq, continue-yə baxaq. Yalnız müsbət olanların cəmini tapmaq istəyir, misal üçün. Yazır ki, cəm 0-dır. 0-dan başlatdı. Ədədi oxuyur. Deyir ki, ədəd mənfidirsə və 0-a bərabərdirsə, continue eləyir. Continue eləyəndə nə olur? Continue eləyəndə
Məsələn gəldi, x oxudu, sonra continue edir. Kod elə ki buraları görmür də artıq. Bunun aşağısını görmür, təzədən başlayır. Amma əgər bu şərt ödənməsə, məsələn, yəni bu cəm işləyir. Continue ilə break-i tam başa düşdünüz. Sadəcə elə ki continue olan hissə olanda, continue-yə girdisə, dövrün qalanının başını buraxır, təzədən başlayır dövrə. Təzədən başlayır deyəndə, misal üçün i5-dətsə, yəni 0-dan başlamır, sonra 6-ya keçir. Sadəcə bu dövrün içinin qalanını oxumur, eləmir qalanını. Sadəcə deyir ki, hə, mən çatdım axırına, elə fikirləşir. Axırına çatmasa da. Axırına çatdım deyə fikirləşir, təzədən başlayır buradan. Belə. Və belə fikirləşə bilərsiniz. Continue olanda dövrün için başını bırakır, gedir bunu eləyir, sonra təzədən başlayır. Belə. Break-dəki break olan kimi bu dövrdən çıxır elə ki. Dövrün içindən çıxır. For deyəndə düzdür, for deyəndə düzdür. Aha, dayanır. Sonra başlayır fordan sonraki hissələri eləyir də elə ki. Nəsə kodu varsa orada. Aha, bu da var. İç hissə dövrləri indi birazdan baxacağıq. Birinci şey demək istəyirəm. Bunun dediyim hissə problemi var. Bu formada yazmalı. Deməli, Codeforce falan yəqin ki görmüşsünüz ki, test case teması deyə bir şey var. Test case neyinir? Eyni kodu Codeforce bəzən istəyir ki, fərqli nümunələrə ard-arda işlət. Kod dayanmadan. Onun üçün belə bir şey eləyir. Çox forma belə bir şey olur ki, 3 burada nədir? 1, 2, mənfi 1 yox, ədəddən sayılır. 4 2, 0, mənfi 1, nə bilim 5. Bir dənə də verim. 1, mənfi 1 misal. Codeforce bu formada neyinir? Birinci ədəd testlərin sayını göstərir. Sonra testin öz yer. Bu bir dənə testdir. Bu ayrı bir test. Bu da axırıncı testdir. Üzr sayın. Deməli, bunların hərəsi ayrı-ayrı testlərdir. Gəlir bunları ard-arda kod dayanmadan icra edir. Bunun üçün belə bir şey eləyir. Bunun mənasını soruşsaz, testlərin sayını oxuyur. Nə qədər ki t minus-minusdur, bu nə deməkdir? Bunu da öyrənməmiz yaxşı olar. Bayaq şeyə fikir verdiniz, yazdıq ki, if okey, nə bilim də 7 var. Okey orada şeydir də, okey bərabərdir 1 deməkdir də. Bunu belə də fikirləşə bilərsiniz. Okey sıfırdan fərqli bir şeydirsə, kim fikirləşə bilərsiniz? Çünki burada da gəlib həmin mənada fikirləşə bilirsiniz. T minus minusu, T minus minus nida bərabər 0 kimi fikirləşir tərcüməçi kod, compiler. Bu nə demək olur? Misal üçün 3 dənə test vermişəm. Deyirəm ki, 3 0-a bərabərdir yoxsa yox. Siz T minus minusla minus minus T'nin fərqini bilirsiniz. Bir dənə deyə bilərsiniz işləm. T minus minus ilə mikrofon bağlarsan şey edir, eko edir. T minus minusla minus minus T'nin fərqini bilirsiniz. Alar deyim. Deyəsən mənfi T biraz daha tez işləyir. Yox, elə deyil. Müəllim demək olar. Aha. Müəllim T minus minus birinci T sonra çıxır, amma minus T'də birinci çıxır sonra T elə bir ki. Bunu gəlin elə ən yaxşı şeydə görək. Bunu yığışdırın. Gəlin bir dəfə cout T minus minus yazaq. Bunu işlədək. Görən nə verir? 5 verdim, 5 verdi. İndi bir də gəlin minus minus T yazaq.
4 verdi. Deməli t minus minus birinci çap eləyəndə misal üçün bu mötərizənin çölünə t qaytarır. Bunu compiler t olaraq görür. Bundan sonra elə bir şey olur. T minus minus olur. Belə bir şey. Amma minus minus t olanda kod bunu belə görür. Hətta belə yazaq gəlin. Cout t minus minus buna bərabərdir. Cout t minus bərabərdir 1. Amma cout minus minus t buna bərabərdir. T minus bərabərdir 1 cout t. Fərqə baxın. Burada birinci çap eləyir, sonra çıx 1 verir. Burada isə əvvəl çıxır, sonra çap eləyir. Gəlin və əvvəlki koda qaydaq. Deməli burada birinci testin sayı misal üçün istəyən 3 dənə. Deyir ki 3 sıfıra bərabərdir deyil. Onda içi davam eləyir. Nə qədər vaxt ki t sıfıra bərabər deyil. Bu şərti yoxlayandan sonra minus minus eləyir. T minus minus nida bərabər 0. Deməli onda bu elə buna bərabərdir. Bunu elə cavab hardasa buralarda yazmağa bərabər. Çünki birinci şərti yoxlayır. Sonra dövrün içinə girir, çıxır bir dənə. Deyir ki 3 sıfıra bərabər deyil. Aha, dövrün içinə girdi. Sonra testin birini çıxdı. Nəsə elədi burada. Sonra təzədən gəldi. Təzədən girdi. 2 yoxladı. 2 sıfıra bərabər deyil. Aha. Təzədən girdi. 1 elədi. Sonra gəldi 1 də yoxladı. Sonra axırda gəldi 0 elədi. Artıq gəlib baxanda 0 sıfıra bərabər deyə dövr dayanır. Nəysə, çox dərinlə bilməli deyilsiniz. Yəni, sadəcə intuitiv olaraq fikirləşin ki, bu hissə içindəki kodu t dəfə icra edir. Belə bir şey. Bu nədir? Buna baxaraq görməmişəm bu mesajı. Bir dəqiqə. Hə, bu odur. Tamam. Deməli... Aha. Mənim sənləri yazdım. Tamam. Deməli, dedi ki, burada nəsə problem yaranır break eləyəndə. Gəlin o bayaqki şeyimiz vardı. Bu test case'i yoxlamağa çalışaq. Mən bir yazacağım, çünki orada bir şey var, onu görəsiniz. Bir dəqiqə compile eləyim. Aha, testlərin sayını verdim. İndi deyirəm ki, neçə ədəd yazacağım onu deyirəm. Ədədlərimiz nə idi? 1, 2, -1. 1 verdim, 2 verdim, -1 verdim. Aha, bu normal işlədir. İlk -1 dedi, qutardı. İndi keçək şeyə. İkinci test case'imizə. Deməli, 4 dənə ədəd verəcəm. 2, 0, -1. Üzr istəyirəm. Şey oldu. -1 gördü, dayandı. Break elədi, qutardı. Axı mən bir dənə ədəd verəcəm sizə. Yəni Codeforce səni gözləmirdi. Deyir ki, 3 dənə ədəd verdin, cavab verdi. O bir ədəd əlində qaldı. İndi mən gəlib o 4-cü ədədi yazanda 5 iddə misal üçün. Bu gedəcək 3-cü testimizin ədədlərinin sayı kimi götürəcək bunu. Təxmin demək istədiyim başa düşdünüz? Bəli, müəllim. Elə bir ki, gəldi belə elədi. Bu -1'i gördü, dedi ki, aha, -1 yazdım. Sonra şey elədi, break elədi, qutardı bu halla, testlə. Sonra gedir, bunu şey eləyir. Ədədlərin sayı kimi görür 5'i, bu üçünü də ki, ədədlərin özü kimi görür. Gördünüz, səhv oxudu da test case'i. Deməli, bu haldan qaçınmaq üçün belə bir şey eləyirik. Deyərik ki, buranı silək.
int mənfi yazaq. Bərabərdir. Nəsə fərqli bir şey deyək ki, qarışmasın. Əgər mənfi 0-a bərabərdirsə, deməli hələ mənfi tapmamışıq. Onda və x mənfidirsə, onda mənfi x-ə bərabərdir. Biz ilk mənfini tapmaq istəyirik deyə bunu yazmalıyıq. Çünki məsələn 2 də mənfi olsa, mənfi 2 kimi gəlsə, birinci mənfini götürəndən sonra bu mənfi misal şey olacaq, mənfi dəyişəni. Onun misal x deyək. X yox, x var. M deyək. Danışanda çünki səhv gedir. M dəyişəni 0-a bərabərdir deyə bu halda. Bir dənə test case'imiz var, 3 dənə ədədimiz var. Mənfi 1, mənfi 2, misal üçün 0. Gəl mənfi 1 oxuyur. Burada gəl m bərabərdir mənfi 1 olur. Sonra mənfi 2 oxuyanda baxır ki, m 0 deyil. Ona görə heç girmir dövrüncüsə. Bizə birinci mənfi lazım deyə o sərf edir. Deyir ki, əgər m 0-dırsa onda mənfi tapmayıb. Mənfi yoxdur. Əks halda cout m məsələn. Və çoxlu test olanda sizdən çox vaxt şeydir ki, hər testi təzə sətirdə yaz, ona görə endl yaza bilərsiniz. Yəni ki, hər test qutardı, içi qutardı. Sonra axırda bir dənə inline yazırıq ki, artıq təzə test case-ə keçirəm də, təzə testə keçirəm. Gəlin bayaqki testimizi yazaq. Düz verdi məncə, bir də baxım. İlk mənfimiz mənfi 1 verdi. Burada da mənfi 1-dir, burada da mənfi 1-dir. Düzdür. Gəlin bir dənə fərqli bir hala baxaq. Bayaqki baxdığımız halda. Bir dənə test case'imiz var. İçinə 3 dənə də atırıq. Mənfi 1, mənfi 2, 0. Aha, mənfi 1 verdi. Belə. M-in yerinə niyə 0 verdim? Çünki fikir verin ki, biz m-in yerinə nəsə ədəd qoyanda o heç vaxt 0-a bərabər olmayacaq da. Çünki 0 mənfi deyil də, biz ona baxaq. Deməli, biz qıraqda elə bir ədəd qoymalıyıq ki, biz onu gəlib içində heç vaxt qoymayacaq və qarışmayacaq da. O görə 0 qoya bilərsiniz, nə bilim, müsbət 5 qoya bilərsiniz, 6, 7, nə isə qoya bilərsiniz də. Belə bir şey. Nəsə sual var? Bu hissəni də tam başa düşdünüz. While t minus minus. Bəli. Sadəcə bu deyir ki, içini t dəfə icra elə də, yəni içini t dəfə get. Belə. Məsələlərə mi baxaq, yoxsa iç-içə dövrləri seçək, bir dənə baxın. Çox yoxdur. Gəlin elə baxaq məsələyə. Deyir ki, n ədədindən başlayırıq, cüt hissə 2-yə bölürük, tərs hissə 3-ə vurub 1 əlavə edirik. 1-ə çatanda da dayanmalıyıq. Hər dəfə də n-in özünün çapı verməliyik. Yəni, belə bir şey deyir. Məsələn, 9-dan başladıq deyək. 9-dan deyir ki, 9 cüt deyil axı. Ona görə 3-ə vurub üstünə 1 gəlməliyik. 9 vur 3, 27, üstəyə 1, 28. Sonra cüt deyə yarıya bölürük, yenə cüt deyə yarıya bölürük. Sonra 3n plus 1 eləyirik. 3 vur 7, 21, üstəyə 1, 22. Yarıya bölürük. 34. Neçə olur? 17. Bu sonsuza qədər deyəsən, sonsuza qədər getmir, yəni çox uzun gedir. Yəni belə bir şey də, axırda cavab 1 alınır. Belə. Bu ardıcılığı sadəcə deyir ki, çapa ver. Ardıcılıq belə bir şey olacaq, aralarında oxlanılır. Sadəcə ədədlərin özləri.
şərti başa düşdünüz? Bəli. Aha. İndi bunu necə yazırıq? Ədədi götürək. Deyək ki, nə qədər ki ədəd 1-ə bərabər deyil. Ədədi çapa verək. Sonra deyək ki, əgər ədəd 2-yə bölünürsə, 2-yə bölək. 2-yə bölməkdən. Ha. Əks halda n bərabərdir 3 0 n plus 1. Belə. Gəlin yoxlayaq. Sonra 5 verdik. Aralarında boşluq qoymadıq. Beş verdik. Bütün şey düzdür. Amma axırda 1 yoxdur. Allah axıra bir dənə 1 qoyaq da. Şimdi deyirik ki, nə qədər ki n 1-ə bərabər deyil gəl. N 1-ə bərabər olanda bura girmir. Amma bizdən kodda istəyir ki, axırda 1-ə çatmağındır da. Burada nümunə yoxdur. Belə. Mesela 18 qoyaq. Belə uzun bir ardıcılıq. Bayaq nədən başlamışdıq? 9-dan. 9-u yoxlayaq. 9, nə bilim, belə. Gəlir axırda 1-ə çatır. Axırına belə fikir verin, həmişə şey olur belə. 2-nin qatları olur. Belə maraqlı bir fakt. Axırlar 2-nin qatları olur. Çünki həmişə 2-yə belə gəlməlidir deyə. Ona görə gərək 2-yə belə gələ bilsin də. Yəni 2-yə belə gəlməli, 2-nin qatı deməkdir. Belə. Sual var bura nə alır? Xeyr. Bunu da belə yazaq. Sərqə olsun. Burada nə eləmişəm? Burada n-i çöldə vermişəm. Eyni şeydir. Deyək ki, 1-i çöldən verməkdənsə n-i çöldə vermişəm. Sonra gəlib bunu belə vermişəm. Belə bir şey eləmişəm. Bu da eyni şeydir. Sadəcə hər əməliyyatdan sonra çap eləyirəm. Bir dənə də əməliyyatdan əvvəl n-in özünü çap eləyirəm. Necə istəsəz yaza bilərsiniz. Long söhbəti var. Məncə bunu da bilirsiniz. Bu tapışıqlarda baxmayaq. Hamısı həlli var burada. Yəni açıb baxa bilərsiniz. Gəlin iç-içə dövrlərdə tez baxaq. Sonra dərsimizi bitirək. Dövrün içində dövr yazmaq üçün fərqli bir şey yoxdur. Sadəcə bu formada yaza bilərsiniz. Çox vaxt eolimp məsələlərində istifadə olunur. Fərqli formada şeylər, piramidalar və s. Sizə demişdim, birinci dərslərdə belə bir şey eləyəcəyik. Onlarda, misal üçün, iç-içə dövrlər istifadə olunur. O məsələləri qoyacam, onlardan da işləyərsiniz. Biraz çətin məsələlərdə qoyacam. Biz massiv keçməmişik, burada bilməm niyə belə yazmışam. Sadəcə belə fikirləşin, j-ninci ədəd, i-ninci ədəd kimi fikirləşin bunları. Onsuz elədir. Gələn dərs daha dəqiq baxacaq. Gələn dərs yox, gələn dərsin sonraki dərs. Çünki gələn dərs dövrlərin tapışıqlarına baxacaq, indiki dərsin. Burada fərqli bir şey yoxdur, dəhşət. Sadəcə fərqli eləyə biləcəyiniz formaları izah eləmişəm. Yəni, tam kvadrat eləmək, düzbucaqlı, kvadrat və s. nə istəyirsə bu formada eləyə bilərsiniz. Əgər piramida eləmək istəyirsə, i-yə qədər getməlisiniz. Məsələn. Daha çox özünüz yoxlamaq yaxşı olar ki, misal üçün, yoxlayın görün, birdən i-yə yox, misal üçün, i-dən n-ə qədər gedən nə olacaq? Belə maraqlı bir şeylər eləyə bilərsiniz. Sonra bu flag işlətmə haqqında danışdıq da, yəni okey falan işlədib nəyisə yadda saxlaya bilərsiniz. O break eləyəndə diqqətli olun ki, bayaq kimi problem yaranmasın. Sonra
Aha, belə bir şey deyə bilərsiniz. Daha doğrusu bu şeydir sadəcə. Deyir ki, siz burada gəlib break eləyəndə sadəcə bu dövrün içində çıxırsınız. Bu dövr yenə davam edir deyə. Əgər bundan da çıxmaq istəyirsə, bunun çölündə də bir dənə break yazmalısınız. Buna uyğun olaraq. Məsəl üçün burada deyərsiniz, OK bərabərdir 1, nəsə bir şey elədim də. Çöldə bu forun çölündə gəlib yazarsınız ki, qırağında. Əgər OK-dirsə, onda mən buradan da break eləyim, bu dövrdən də çıxım, belə. Bura qədər başa düşdünüz? Aha. Vuruqları ayırma forması var. Burada baxa bilərsiniz. Bu nədir? Bu önəmlidir, ona görə danışım. Ya da onun riyaziyyat dərsində danışarıq. Sadəcə bilin ki, yəni, bu formada ayrılır. Ağır olar. Aha, bu da sadəcə önəmli bir haldır. Dəhşət bir şey yoxdur burada, ona görə bilməm nə danışım. Ona görə elə dedim ki, birləşdirək. Yəni, boş olmasın o bir dərs. Mən sizə sadəcə suallar qoyacağım, sualları işləyərsiniz. Bu sualları 100% qoyacağım. Hələlik bu sualları işləyə bilər saatlarda. Videoca qoyacağım. Belə. Sizin əlavə hansısa sual var, eləyə bilmədiyiniz və s. İstəyirsə atın baxaq. Xeyr, mən Dərsdə başqa bir şey qalmadı belə. İstəyirsə çıxa bilərsiniz. sağ olun. Mən bunu bu Code4 söhbətini videoya çəkib atacağım sizə. Sağ olun. Bu suallarda işləyərsiniz. Yaxşı? Tamam. Sağ olun. Sağ olun.